Salam, hər vaxtınız xeyir, əziz İdman TV izləyiciləri. Nokaut verilişi növbəti buraxılışı ilə efirdədir. Bugün qonağımız Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin baş məşqçisi Rəsul Məmmədovdur. Xoş gördük Rəsul müəllim. Sağ olun. Rəsul müəllim xüsusi ekipajdadır. Biz elə hal-hazırda təlim zonasındayıq. Təbii ki, təlimlə əyani olaraq tanış olacağıq. Əvvəlcə ondan başlayaq ki, Rəsul müəllim, ümumiyyətlə fəaliyyətiniz hansı müddəti əhatə edir? Hal-hazırda Dinamo İdman Cəmiyyəti Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti kimi adlanır və bu cəmiyyətin əsas məqsədi Daxili İşlər Nazirliyinin bütün strukturların fiziki hazırlığı və xüsusi hazırlığı. Xüsusi hazırlığı altında, bu sözün altında biz deməli xüsusi vasitələrdən istifadəsi, əlbəyaxa döyüş fəndlərin və özünü müdafiə fəndlərin istifadəsini nəzərdə tuturuq. Siz gözəl mövzuya toxundunuz, əlbəyaxa döyüş növləri. Elə istərdim onu soruşum ki, ümumiyyətlə təlimlər neçə qrupa ayrılır, hansı qruplara ayrılır? Mən əlbəyaxa döyüş haqqında biraz dolğun məlumat vermək istərdim. Ona görə ki, cəmiyyətdə də bu barədə cürbəcür fikirlər olur. Deməli, polis orqanlarında və ümumiyyətcə hüquq mühafizə orqanlarında, orduda, dövlət təhlükəsizlik xidmətində və s. Əsas, yəni ki, fiziki hazırlığın əsas tərkiblərindən biri olan xidməti əlbəyaxa döyüşdür. Xidməti əlbəyaxa döyüşə həmçinin tətbiqi əlbəyaxa döyüş deyilir. Nə üçün? Bu, bir neçə idman döyüş növlərinin əsasında qurulan, xüsusi fəndlərdən ibarət olan müəyyən sistemdir. Ancaq ordunun, yaxud hüquq mühafizə orqanlarının məqsədləri ayrı olduğuna görə bu sistem də fərqlənir. Məsələn ki, mühafizəçi yaxud hüquq mühafizə orqanının əməkdaşı öz fəaliyyətində cinayətkarı yaxud saxlanılan şəxsi zərərləşdirməlidir və minimal xəsarətlə və müşayiət etməlidir. Ancaq ordunun məsələn xüsusi təyinatlısı döyüş zamanı düşmənlə rast gəlsə, süngü bıçaqdan, əlindəki olan silahdan, yerdə olan hər bir alətlə qabandakı düşməni çalışmalıdır, məhv etməlidir. Bununla tətbiqi əlbəyaxa döyüş fərqlənir bir-birindən. Bu silah təlimləri, eyni zamanda siz bildirdiniz ki, əlbəyaxa təlimlər də verilir və yəqin ki, döyüş əsnasında da, yəni silahdan istifadə zamanı da əlbəyaxa özünü müdafiə fəndləri, yəni təlim zamanı tədris olunur. Müasir zamanda çox sual olur ki, bəs müasir zamanda silah olduğu yerdə əlbəyaxa döyüş hazırlıqda lazım deyil. Ancaq əlbəyaxa döyüşün əsas məqsədi orduda yaxud hüquq mühafizə orqanlarında öyrənməsi insanın psixoloji hazırlığıdır. Yəni ki, əlbəyaxa döyüşlə məşğul olan adam daha özünə inamlı, daha iradəli, daha fiziki gücdə və cıbraqlıqda, cəddlikdə daha üstün olur. Bir qədər də istərdim ümumi təlim prosesindən danışaq. Ümumiyyətlə, real təhlükə zamanı polisə hansı ssenarilər öyrədilir özünü müdafiə üçün? Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti olaraq fiziki hazırlıq şöbəsinin əməkdaşları və təlimatçıları Daxili İşlər Nazirliyinin əməkdaşlarının hazırlığında bütün öz biliklərini və bacarıqlarını istifadə edərək müasir sistemlərdən istifadə edirlər, metodiklərdən istifadə edirlər. Bu metodikin içinə həm psixoloji hazırlıq, həm fiziki hazırlıq və mütləq əlbəyaxa döyüş və özünü müdafiə fəndləri mütləqdir öyrənməsində. Və öyrənilən zamanı əl-ayaq zərbəsi, güləş fəndləri, ağrıcı, boğucu fəndlər, yaxın məsafədə tapanca və avtomatı əldən almaq, hədələmə zamanı, bıçağa qarşı, başqa soyuq silaha qarşı yaxın məsafədə
o fəndləri istifadə edə bilərik. Və polis əməkdaşına icazə verilmir ki, yəni ki, ağır fəndlər istifadə eləsin, ya kimisə də, yəni ki, vursun. Mümkün qədər, yəni ki, zərərləşdirməlidir. Xüsusi fəndlər var, o fəndləri biz sizə bu günləri nümayiş edəcəyik və o fəndlərin nəticəsində müqavimət göstərən insanı, yəni ki, zərərləşdirir. Artıq uzun müddətdir ki, fəaliyyətinizi davam etdirirsiniz. Maraqlıdır, əvvəlki illərlə nisbətdə, yəni hazırda təlimlərdə hansı yeniliklər var, hansı fərqli taktikalardan istifadə edirsiniz? Mən 1993-cü ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində işləyirəm. Son illərdə, yəni ki, bizim cəmiyyətimiz beynəlxalq təcrübədən istifadə edərək, ümumiyyətcə, yəni ki, polisdə istifadə olunan müəyyən metodiklər o nəzərə alınır, əlbəyaxa döyüş, tətbiqi əlbəyaxa döyüş, özünü müdafiə fəndləri. Bunun üzərində işləmişik və xüsusi proqram yaratmışıq və bu proqram hal-hazırda Polis Akademiyasında, Daxili İşlər Nazirliyinin Tədris Təlim Mərkəzində, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində, Daxili İşlər Nazirliyinin xüsusi serjant məktəbində istifadə olunur. Siz gözəl məqama toxundunuz, yəni beynəlxalq təcrübə. Təlimlər zamanı beynəlxalq təcrübədən hansı sıx qrafikdə istifadə olunur? Yəqin ki, səfərləriniz olur, eyni zamanda oradan da gələnlər, yəni ümumiyyətlə qarşılıqlı bu fikir alış-verişi olurmu sizin təlimlərdə? Yəni beynəlxalq təcrübədə. Mən özüm Beynəlxalq Kombat Jiu-Jitsu Federasiyasının Hakimlər Kollegiyasının sədri olaraq başqa ölkələrə dəvət olunuram müəyyən seminarlar keçməyə, o döyüşlə üzrə və izah edeyim ki, Kombat Jiu-Jitsu dünyada xüsusi təyinatların və güc strukturların döyüş növü kimi qəbul olunur və Beynəlxalq Federasiyanın təlimatçıların əksəriyyəti polis əməkdaşları, öz ölkələrində hərbinin xüsusi təyinatları və sair, yəni güc strukturlarına aidiyyəti olan insanlardır və oradan yeni metodiklər gətiririk, oradan yeni fəndlər, yeni üsullar gətiririk və onu burada olan təlimatçılara paylaşıb, öyrədirik və inkişaf elətdiririk. Elə yenilikdən danışmışkən silahlar da, yəni müasir silahlardır təlimlərdə istifadə olunan və öyrədilən. İndiki zamanda müəyyən, məsələn ki, məşqlərdə döyüş silahının yerinə ilkin hazırlıq üçün airsoft silahı istifadə olunur. Airsoft silahı, yəni ki, ya elektrik, ya qaz balonla işləyən müəyyən silahdır. Onun mərminin yerinə xırda şarikdir, 4 mm yarımlıq və o şariklərdən istifadə edib hədəfləri vurmaq, silahı idarə etmək, silahı təhlükəsiz istifadəsi hamısı ondan öyrədirik, ilkin hazırlığı. Bu həmi döyüş patronların deməli ekonomiyasına gətirir və əməkdaşı da silahı idarə etməyi daha keyfiyyətli, daha yaxşı edir. Fikirləşirəm ki, kifayət qədər ətraflı məlumat verdik izləyicilərə, elə mümkünsə əyani olaraq təlimlə tanış olar. Düşünürəm ki, izləyicilərimizə də maraqlı olar. Bəli, əziz izləyicilər, biz az əvvəl nəzəri praktika ilə tanış olduq. İndi isə təlimdə hansı fəndlərdən istifadə olunur, nələrə diqqət yetirmək lazımdır, onları göstərəcəyik. Rəsul müəllim, artıq təlim bazasındayıq və biz az əvvəl bildirdiniz ki, ümumiyyətlə təlim zamanı əlbəyaxa döyüşdən, yəni fəndlərdən, eyni zamanda silahla davranma qaydaları, taktiki, texniki gedişatlardan istifadə olunur. Hazırda isə xüsusi xidmət orqanlarının əməkdaşları da bizimləndir. Mümkünsə ümumiyyətlə əlbəyaxa döyüş zamanı, məsələn, rəqib üstümüzə silahla gəlirsə ondan qorunmaq, yəni hansı fəndlərdirsə elə başlayaq məncə vaxt itirmədən fəndləri göstərək. Oldu. Məsələn ki, hücum eləyən şəxs aqressiv olaraq sizi boğmaq istəyir, yaxud əlinizi atır yaxanızda, ekipirovkanıza və s. onun qarşısını almağı göstərirəm. Əli
dalına! Gördüyünüz kimi burada mən kontrola götürmüşəm onun barmağını. Barmaq da əlin ən zəif yeridir. Və burada mən onu idarə edə bilirəm. Lazımlı olan yerdə oturtura bilirəm, uzatdıra bilirəm. O biri əl civə getməsin, ola bilər üzərində silah var, bıçaq var. Mən dərhal tələb edirəm ki, əlini boynunun dalına eləsin. Ondan ötəri mən barmağına basaraq ağrıdıcı fənd işlədirəm. Əlini boynunun dalına! Və burada da iki barmağını götürüb onu müşayiət eləyib aparıram. Rəsul, mən ümumiyyətlə bu fəndlərdən istifadə edən zaman yəqin ki, qarşındakı insana minimum zərər vurmaq, yəni əsas Bəli, əsas hədəfdir, məqsədlərdən əsas biridir ki, məqsəd. hüquq mühafizə orqanlarının və mühafizəçilərin əsas məqsədi saxlanılan şəxsi, hücum edən şəxsi minimal zədə ilə zərərləşdirmədir. Digər hansı xüsusi fəndlər var? Maraqlıdır, düşünürəm ki, izləyicilərimizə də maraqlı olar. Bizə lazım olur ki, hansısa bir halda lazım olur ki, cinayətkarı yaxud saxlanan şəxsi kontrola götürməyə, nəzarətə götürməyə. Ondan ötəri barmaqlardan, biləkdən, əldə olan başqa ağrıdıcı nöqtələrdən istifadə edək. Məsələn, dirənib gəlmir, boşaldırıq və biləyi yığışdıraraq yenə tələb edirik. Əlini boynundan və buradan biz müşayiət edirik. Ola bilərmi ki, qarşımızdakı, yəni həmin o cinayətkarın üstündə hər hansısa bir soyuq silah olsun və yaxud kəsici deşici müəyyən alət olsun və həmin alətdən qorunmaq üçün hansı xüsusi məqamlar var? Nəzərinizə çatdırmaq istəyirəm ki, taktiki vəzifədən və görülən əməliyyatdan asılı olaraq götürmək, cinayətkarı götürmək fəndləri yaxud saxlanan şəxsi götürmək fəndləri öz sərtliyi ilə fərqlənir. Əgər bizə lazımdır ki, cinayətkarı şübhələnirik ki, onun üzərində silah var, biz onu ayaq üstə yox, biz onu mütləq uzatma fəndi istifadə edərək onu, yəni ki, zərərləşdiririk. Ondan sonra onun üzərinə yoxlanış aparılır, kandallanır və təhvil verilir. Bir sözlə qarşınızdakı insana uyğun, yəni vəziyyətə, situasiyaya uyğun, yəni Bəli, mən indi addım sizə atılır. məsələn ki, sərt formasını göstərə bilərəm. Əgər biz bilirik ki, insan axtarışdadır və başqa cinayət, ağır cinayət eləyib cəmiyyətə qarşı, insanlara qarşı və onun müqavimət bizə göstərməyi ola bilər və əlbəttə ki, onda daha sərt fəndlərdən istifadə etməliyik. Məsələn, burada kontroldur, buradan kandalı vururuq, o bir əlini kilitləyirik və ondan sonra üzərini yoxlayırıq. Gördüyünüz kimi bu vəziyyətdə bilək kontroldadır, baş kontroldadır, bədən kontroldadır. İnsanın harası da əl atıb, nəyisə də çıxartmağa hərəkəti minimaldır. Qarşımızdakı üzərimizə bıçaqla və yaxud da silahla da gələ bilər. Yəqin ki, bıçaq və silahda fərqli addımlar atılır. Çünki silahla biz yaralana bilərik. Düzdür, bıçaqla da eyni hal baş verə bilər. Amma bir qədər məncə silah daha təhlükəli sayılır. Mütləq qeyd edeyim ki, bıçağı almaq, tapancanı ya avtomatı almaq daha asandır, daha çətindir. 100-dən bir də. Burasını düzəldərsiniz. Mütləq qeyd eləmək istəyərdim ki, bıçağı yaxud tapancanı almaq çox peşəkar hazırlığın olmalıdır və üzərində çoxlu işləmək lazımdır. Onu da qeyd eləmək istəyərdim ki, bıçağı almaq daha çətindir. Odlu silahı yaxın məsafədə almaq daha asandır. Səbəbi, psixoloji olaraq cinayətkar yaxud saxlanan şəxs silahı əlində tutarkən, əgər o səni vurmaq istəyirdisə də, o vura bilər, o səni yaxına buraxmayacaq. Elə hallar olur ki, insanı ya girov götürürlər, ya nəsə tələb edirlər və yaxınlaşırlar, yaxın məsafə yaranır. O yaxın məsafədə o ümiddir ki, barmağı tətikdədir, basacaq və güllə insandan tezdir və çatacaq. Əlbəttə ki, 2 metr, 2 metr yarım məsafə olsa onu heç nə mümkün deyil. Biz indi sizə göstərəcəyik hansı məsafədə silah alınır və hansı məsafədə bıçaq alınır. Bıçağı isə idarə etməyi, yəni ki, cinayətkar tərəfdən ya saxlanan şəxsdən, yəni ki, hansı dərəcədə istəyirsən bıçağı vurmaq olar. Yəni, üzərində hansı tərəfdən istəyirsən əl işləyir. Ona görə biraz çətindir. Ondan ötəri qabaqlama fəndləri var. Onu da mütləq qeyd eləmək istəyərdim ki, biz xidməti müəyyən metodik sirlər olduğuna görə hər bir şeyi açıq efirdə göstərə bilmirik və ona görə də ancaq sadə hərəkətləri göstərirəm. Məsələn, bıçaq.
Əgər mən görmüşəmsə də ki, onun əlində predmet var və bıçaq var, mənim duruşumdan da çox şey asılıdır. Yəni ki, əlləri aşağı salmaq olmaz. Əllər qalxır, dirsəklər bizim qabırğaları bağlayır, əllər isə bizim arteriyaları bağlayır, üzü bağlayır. Predmetə baxmaq olmaz, ona görə ki, bir balaca, yəni ki, gözün qorxa bilər və s. və gözləyirəm. Müəyyən moment olan vaxtı, əgər mənə cəldlik imkan verir və hazırlığım cəldlik verirsə də, mən gözləyirəm ki, o hansısa bir tərpənmə olsun. Və insan başda zərbəni vurmağa qoymuram ki, zərbə çıxsın. Gördüyünüz kimi imkan vermədim. Zərbə onun bədənindən qırağa çıxsın. Burada mən vura bilərəm. Burada mən əlini yığışdırıb silahı alıram və həmən cinayətkarı kontrola götürürəm. Ya burada bir növ qarşındakı insanın ümumiyyətlə zərbəni atmağına icazə vermiş, imkan yaratmış. Bəli. Yəni hücum hava eləmək lazımdır. Bu yerdə hərəkət başlayarkən, əgər hərəkət bura gəlib çatıbsa da, hərəkət bura çatıbsa da, o bıçağın altına bloklamaq, yaxud onu cəhd göstərmək, almaq çətin olacaqdır, hətta özünü xəsarət ala bilərsən. Rəsul müəllim, ola bilər ki, qarşımızdakı şəxsdə silah var, tapanca var. Tapancadan qorunmaq üçün yəni hansı xüsusi məqamlar var? Tapanca insanı hədələyən vaxtı ayrı-ayrı bir vəziyyətlər yarana bilər. İnsan bir əlli tuta bilər, iki əlli tuta bilər, əlini yanında tuta bilər, əlini yuxarıdan tuta bilər və s. Nə qədər burada insan durursa da o qədər fikir ola bilər. Biraz çətin vəziyyəti yaradırıq. Yəni, silah maketli, təlim üçündür, qoyuruq bura və ola bilər bu vəziyyət yaranıbdır və sizi paltardan tutur, sizi idarə etmək istəyir. Harası da aparır, görov eləyir. Üstünə basır gəlir. Mən burada hansıda bir hərəkət eləsəm, tətiyi bassa mən çatdırmayacağam. Dediyim kimi, güllə, yəni ki, insan hərəkətindən tezdir. Lakin onun barmağını allatmaqdan ötəri, onun beynini allatmaqdan ötəri mən cürbəcür üsullardan istifadə edirəm. Məsələn, bu usul. Təpənmə! Ağız üstə! Yəni, bu vəziyyət zamanı qarşındakı şəxs sənin o reaksiyanı verəcəyini gözləmir və yol alan təqdirdə avtomatik olaraq kontrola. Bəli, burada əgər yaxından çəksəz siz görəcəksiniz, əli qoy bura. Burada mütləq silahın qarşısından çıxıram, yəni birinci atəş olsa da, bu atəş qırağı olacaq. Ondan sonra əlini buraraq bilək və dirsək sıradan çıxır. Buradan keçirəm, burada silahı alıram, ondan sonra həmən saxlanılan şəxsi yerə atıram. Buradan da yəni ki, nə qədər güclü insan olsa bu gedəcəkdir. Onun ki, bilək, dirsək və çiyin 3 nöqtədən ağır olur burada. Onun fikrini yayındırmaqdan ötəri mən qeyri-standart vəziyyət yaradıram. Yəni ki, mən onun üzünə, yəni ki, tüpürürəm, üzr istəyirəm. Bu, həmi gözləmir, həmi də istər-istəməz qeyri-etik hərəkətdir. Bu, yəni ki, insanın blokluyur, barmağını blokluyur, yəni beyin allanır. Nə qədər o güclü insan olsa, bu vəziyyət yaranır və burada biləyi basaraq və dirsəyi basaraq mən onun, yəni ki, əlini tam kontrola götürürəm. İndi altından keçərək silahı alıram və burada gördüyünüz kimi 3 nöqtədən bilək, dirsək və çiyin ağrıya düşür. Nə qədər güclü insan olsa, mənim bir qol gücümə, yəni ki, burada qaytara bilməsi və mən burada həmən saxlanan şəxsi, cinayətkarı yerə atarkən onu silah nəzarət altına götürürəm. Bu fəndlər təbii ki, xüsusi xidmət orqanları üçün nəzərdə tutulub və siz az əvvəl də bildirdiniz ki, burada qismən yəni fəndləri biz göstərə bilirik, təbii ki, məxfilik də qorunur. Ümumiyyətcə, mütləq qeyd eləmək istəyərdim ki, xüsusi fəndlər ancaq güc strukturların Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin təlimatçıları öyrədə bilər
və əlbəttə ki, ancaq xidmətdə işləyən əməkdaşlar üçün. Biz də xidmət aparan əməkdaşları bu fəndləri öyrədirik və mülki adamlara ancaq idman hissəsini çatdırırıq. Bəli, əziz izləyicilər, nokaut verilişindən çatdıracaqlarımız bu qədər. Rəsul müəllim, sizə fəaliyyətinizdə uğurlar arzu edirəm, işlərinizdə uğurlar arzu edirəm və təlim də kifayət qədər maraqlı oldu deyə düşünürəm. İzləyicilərimiz üçün də yəqin ki, maraqlı olar. Sizə işlərinizdə uğurlar. Bəli, əziz izləyicilər, nokaut verilişindən çatdıracaqlarımız bu qədər. Yenidən görüşmək ümidi ilə hələlik.